Keyfimiz saz düşüyor ya. Niye? Azərbaycanın bax bu günə qədər ki, mənə deyirlər, İlyas çörəyə dəyəndi, gətirir malı ucuzuna qoyur, nəyə qoyur. Bu gün batacaq, sabah batacaq deyə maşallah 3 ildir də işləyirəm, 5 ildir işləyirəm. İmini bax burada bir mal var ki, bax bu qədər mal. Bu sizin, bax bunu indi açacağım, prosto danışım, ürəyimi boşaldım sonra. Bax, bizim millətdə bir xasiyyət var da, yəni belə açıq deyilsən, pulun qədrini bilən adam da ölədir. Elə nəyə gəldi pul xərcləyən adamlar da 5 manatsa 10 manat verən oğlanlar da, yəni yaxşı mənada ha pulun qədrini. Bu mallar isə ən ucuz satan oğlan 65 manata satır. İndi isə bax xahiş edirəm, mənim adımı çörəyə dəyəndiyirsiniz, nəyə deyirsiniz bilmirəm. Patronun üstündə elə çörəyimi qazanıram. Bax, elə bir nümunə kimi göstərirəm. Allaha and olsun, bunların heç kargo qiymətidir də, yəni bax, şimdi bəlkə də inanmarsınız çünki o qədər aldanmışsınız ki, sizə o şey gəlir. Nə bax, 35 manat. Bax, belə premium klasslar həddən artıq göyçək malı, özdə bugün gündəmdə olan malları gətirib üstünə qoyacam. Başqa yerdə 50 manata satırlar. Allah 50 manat satırlarsa halal olsun, 50 manata mı satan yox. Vallahi deyirəm, o 100% bilirəm də, yəni. Bax, çünki toxtanın binə bazarından onlar götürürlər 47, 46, 45 manata. Amma 18 manatdan, 13 manatdan, 9 manatdan başlayır ha bizdə krasovkalar, bax onu da deyim. O bəgi, şeygi deyirlər, nə deyirlər, onlar da ki, qaqanızda elə bilətlərə semiş qalır. Bizdə bahalısı 35 manata qoymuş. Yox, 9 manata da var. 9 manata da var, bahası deyil.